İntiqam Kərimovdan soruşduq ki, sizdən ən yaxşı müğənni adı səslənənə qədər sakit durun. Əgər hansısa bir müğənni sizdən yaxşıdırsa, onda deyin, bəli, həmin müğənni bizdən yaxşıdır. Görək İntiqam müəllim bu suallara necə cavab verdi? Hansı müğənnini özündən yaxşı bilir? Abbas Bağırov, Samir Cəfərov, Abbas Əhməd, Teymur Əmrah, İlqar Xəyal, Qədir Qızılsəs, Cavad Rəcəbov, Faiq Ağayev, Zamiq, Elton, Nadir Qafarzadə, Ədalət Şükürov, Vasif Məhərrəmli, Tacir və Rəşid Behbudov. Gəlsinlər hamısı bir yığışsınlar, məndən oxusunlar. Ona görə məndən artıq oxuyan mən bir dənə atamı tanımışam. Gördüyünüz kimi İntiqam Kərimov deyir ki, məndən başqa sənətkar yoxdur, bir nömrəli sənətkar mənəm. Adları sadalanan müğənnilərin heç birinə yaxşı müğənni demədi. Adları sadalanan müğənnilərdən özünü ən yaxşı bildi. Əziz tamaşaçılar, sizcə İntiqam müəllim bu fikrində düzgün idi?